mənim bədənimdə olan kan. Və bu, yəni vallahi deyirəm bir dənə gedib Gəncə 230 hospitalı. Oradan elə bir ki, kağızları almalıyam qardaşım. Gör mənim başım necə qarışıb ki, Allah heç bir anataya belə övlad tutsun. Yəni, döyüşdən sonra havalı oldum qardaşım. Mən havalı olmağıma yol tapmadım, narkotik çıxış yolu tapdım. Gedib o kağızları almalıyım. Bax, mənim müharibədə üstümdə idi. Bax, müharibədə olub. Belə də hamı gəlir müharibədən danışır, maraqlana bilərsiniz. Qusar 651-dən 3-cü tabor 7-ci bölükdən getmişəm. Səfərbərliklə getmişəm də, yəni. Necə başlayandan da qutaracağına kimi döyüşmüşəm, necə lazımdır. Yəni borcumu belə sıxmasın. Düzdür, analımızın, torpağımızın nə qədər də çalışsa borcunu ödəyib qutara bilmərik. Amma o düşmənlərdən qovulmuşduq da. Başda möhtərəm prezidentimiz, cənab prezidentimiz, göydə birinci Allahımız. Bir də bizi kimi Allah şəhid qardaşlarımıza rəhmət eləsin. Baxın, bunu da tut. Bir də görsən deyirdim, kaş şəhid olardım qardaşım. Elə bir ki, bunu eləməzdim. Düzdür, vallahi ki, yəni canımı şəhid eləm qardaşım. Bir də bu başını tutanda Allah heç bir, əgər qınıya allarsa, heç bir anaya, ataya bir, mənim o... Sən qınayan heç kim üçün qınamazsın, qınayan özünün elə, səni qınayan sənin gündən düşsün. Mənim bir dənə başım... Qınanması bir şey yoxdur. Bax, buradan baxıb... Anamı şəkər elədim, xəstə elədim qardaşım. Ən ağır xəstə eləmişəm, belə bir sıxmasın. Atamın belə bir sıxmasını saçsın ağırtmışam. Baxın, bu medal Vətən uğrunda Qarabağ müharibəsində gedən döyüşlərdə əldə olunmuş medaldır qardaşımızın. Bizə müraciət edib, bizdən kömək istəyir, çıxış yol axtarır, heç kim kömək eləmir, heç kim dəstək olmur. Ən azından torpağımızı döyüşməyimiz üçün demirəm, ən azından bir Azərbaycan oğluyanda, bir vətənin oğluyanda, yəni belə yoxsa ancaq o döyüşməyə mən nəyəsə qarşılığında fikirləşsəydim qardaşım, sənədlərimin arxasından düşüb pensiyam fikirləşərdim. Mən o şeyləri fikirləşməmişəm. Çünki mən döyüşüb gedib can qoymamışam ki, mən hardan biləcəydim ki, can qoyacam, mənə dövlət pul verəcək. Bir şey ki, o döyüşə getməmişdən qabaq özüm maşın ticarəti ilə məşğul idim. Özümün bəs qədər də yəni pulum da, maşınlarım da, hər şeyim də vardı. İçimdən gəlir. Necə başa salmayı qardaşım ki, yolum yoxdur da, yəni konkret olaraq bezmişəm. Narkotikin özü də olsa belə bezmişəm qardaşım. Canım yorulub ondan, iyrənmişəm.